üçün, ikisinin üçün deyə bilərsiniz ki, want, ask və s. Bunlar özündən sonra nə tələb edir? To-lu infinitiv tələb edir. Avtomatik. Aktivdə də, passivdə də. Hə, burada maraqlı bir məqam var. Bayaq yuxarıda dedik ki, ikinci qrupda iki boşluq varsa, ikisi də eyni qoyulmalıdır. İkisi də ing ya da ikisi də bear. Amma üçüncü qrupda iki boşluq varsa, burada biraz ehtiyatlı olmaq lazımdır. Nəyə görə ehtiyatlı olmalıyıq? Çünki burada birinci boşluqda to qalır, ikinci boşluqda to ixtisar olunur. Yaxşımı? Bunu unutmayın. Bax, fikirləşə bilərsiniz ki, elə bu obyektdə öyrəndik, elə burada yazdıq, burada da qaldı. Yox, bu bilirsiniz bir də harda qarşınıza çıxacaq. Təsəvvür edirsiniz harda qarşınıza çıxacaq. Direct, indirect switchdə bu qaydanı tətbiq eləyəsiniz. Yaxşı? Nəyə görə indidən deyirəm? Direct, indirect switchə çatanda burada əmr cümlələrinin dırnaqdan açılması var. Yadınıza düşür belə bir şey. Əmr cümləsində, dırnağın içində əmr cümləsidirsə, o dırnaqdan açılanda to-lu infinitiv kimi açılır. Və burada öyrəndiyinizi orada tətbiq eləyəsiniz ki, əgər dırnağın içində iki dənə əmrdə olan feil varsa, birinci feil to ilə çevirəsiniz dırnaqdan açanda, ikincidə isə to-nu ixtisar eləyəsiniz. Nəsə, bax burada hamı bunu öyrənir, hamı bombastik düz yazır bunu. Direkt indirektə çatanda elə bir ya yaddan çıxır, ya da düşünürsünüz ki, yəqin bu ayrıdır, o ayrıdır. Elə düşünürlər ki, o yəqin başqa şeydir. Qoy burada da to-nu yazım. Yox, ayrı şey deyil. Buradan gördüyünüz bax bu to məsələsi eyni direkt indirektə tətbiq edəcəyiniz to'dur. Yaxşımı? Ona görədir. Bax buradan bu qaraladığım qaydanı yadınızda saxlayın. İndirektdə də eyni şey tətbiq edəcəksiniz. Bax eyni şeydir ha, eyni qaydadır. Deməli, bir daha bu qayda yazım elə gözümüzün qabağında olsun. Bu qayda eyni ilə direct, indirect switchdə olacaq. Yəni necə? Dırnaqdan əmr cümləsi açarkən. Yazaq bir dənəsin. Gəlin bir dənə balaca cümlə yazım. He said, go and bring me some water. Yazın. Bu cümləni dırnaqdan açın və yazın. Yəni, gəlin əvvəlin köməyim. Ola bilər ki, keçməyənlər var. He asked ilə başlayacağıq. He asked, çünki əmr cümləsidir. Say feili ask, order, want və s. belə şeylərdən çevrilə bilər. Buyurun, çevirin. O mənə dedi də, he asked me. Me-ni də yazdım. O mənə əmr elədi ki, əmr eləmək deyəndə, yəni belə əmr eləmək yoxdur. Yəni, əmr cümləsi əmri bildirir, xahiş istəyi. He asked me to go and bring. Xahiş edirəm, axırına qədər yazın. Çünki direct, indirect switchdə düz axırıncı nöqtəsinə qədər cümləni oxumaq lazımdır. Axırına kimi yazmasaz və ya oxumasaz, o cümlə səhv çıxa bilər. Axırına kimi yazın, mən görürüm ki, düzdür, yox, səhvdir. He asked me to go and bring him some water. Super. Banu, məndə Banu yoxdur, kimdir Banu? Super. He asked me to go and bring. Fikirləyin, bu kim üçün istəyib? O deyib də, kişi dedi ki, mənə gətir. Kimə gətirəcəkdim? Kişiyə. Him. Some water. Yaxşı. He asked me to go and bring him some water. Super. Lamiyə xanım. Əla. Yəni bunu bilmək istəyirdim sizdən. Düzdür, burada əvəzli gördüm ki, yazmamısınız. Biriniz yazmışsınız ki, he asked me to go and bring some water. Bu əvəzliyi niyə itirdiniz ki? Direct, indirect switchdə ən vacib məsələlərdən biri əvəzliyi başdakı şəxsə düzgün uyğunlaşdırmaqdır. Bu kimdir? Bu kimə deyir su gətir? Özünə deyir də. Him. Ona. İndi fikir verin. Go. Nəyə çevrildi? To go. To go. And həmin o anddir, bizim bağlayıcımızdır. Bring neynədik? Bring elə bring kimi qaldı. Yaxşı? Super. Düzgün yazmışsınız. Əla. Alqışladım sizi. Deməli, direct indirect switchdə bax belə suallar qarşınıza çıxacaq. Özdə direct indirectə çatında bax dönə-dönə deyəcəm ki, mütləq lap belə bax bura qədər oxudun tutaq ki. Oy, bax bura qədər oxudum. Hə, hər şey əladır, götürüm. Yox, axıra kimi oxu. Bəlkə əvəzliyi səhvdir. Bəlkə nə bilim cümlənin axırında nəyisə yeyibdir, səhvdir. Ona görə də mütləq istər direct indirect, ümumiyyətlə nə cümlə olur olsun, testdə nə olur olsun, həmişə bax bu nöqtə var ha. Bax düz bax bura qədər oxuyun. Əgər bura qədər oxumasaz, sonra peşman olasınız. Bax burada eyni qaydanı tətbiq edirsiniz. Dırnağın içində əmr cümləsi varsa, dırnaqdan açılanda to-lu infinitivlə açılır. Və əgər dırnağın içində iki dənə əmrdə olan feil varsa, and-lə birləşirsə, birincisi to-lu infinitiv kimi açılacaq, ikincisində isə to ixtisar olunur. Əslində burada da elə cümlənin altında to var. Prosta o ixtisar olunur. Yaxşı, əslində burada var. Prosta ixtisar olunur və bear infinitiv kimi işlənir. Burasını başa düşdük. Bax gələcəkdə o lazım olacaq sizə. Elə bir ki, səhv eləyirlər. Bax belə variant yazırlar ha. To go and to bring. Deyirlər ki, biz öyrəndik ki, əmrdə to-lu infinitiv. Onda bunu da to-lu infinitiv eləyim, bunu da to-lu və tərslikdən mütləq bax belə bir variant olur.
Amma yadına salanda ki, əzizim, objektdə öyrənmişdik ki, birinci to qalır, ikincisi de. Bilirdim onu. Deməli bu oymuş. Hə, elə bax odur. Yaxşımı? Bəli, not to. Çünki infinitivin inkarı not to olur. Not to. Hamletin ilk sətri nədir? To be or not to be. Özüm elə aralı olması üçün xəttlər qoydum. Ya Hamletin sətrindən də yazı saxlaya bilər. To be, not to be. To swim, not to swim. Ümumiyyətlə bizim qaydalarda, yəni fe'llə əlaqədar qaydalarda dediyimiz bütün düsturlar infinitivin üzərində qurulur da, düzdürmü? Pəsin düsturu nədir? To be üstəgə participle to. Davam edicinin düsturu nədir? To be plus participle one, düzdürmü? Bütün fe'l düsturları həmişə infinitivin üzərində qurulur. Yaxşı, bunu dedik, bunu da dedik. Qoy görüm sonra nə? Help fe'li kompleks objektdə hansı formalarda işlənir?